Salam tələbələr, bir daha. Bugünkü mövzumuz there is zero. Vardır. There is zero, vardır. Yəni sual ilkin olaraq da belə bir dərs yadınıza düşə bilər ki, bəs müəllim bizə demişdiniz ki, have var idi, have got var idi. Bəs bu vardır nədir? Bu there is zero'da vardır. Hardasa nəsə var. Yəni burada mütləq şəkildə məkan olmalıdır. İlkin başladıq there is zero. There is də vardır deməkdir. Zero da vardır deməkdir. There is-dən sonra mütləq tək isim, zero'dan sonra mütləq cəm isim olmalıdır. Məkanı da yaddan çıxartmayaq heç zaman. Məsəl üçün belə bir sual. Parkda bir maşın var. There is a car in the park. There is a car in the park. Nə üçün there is verdim? Çünki bir maşından söhbət gedir. Məsəl üçün stolun üstündə qələm var. There is a pen on the table. Yenə bir qələm olur, ona görə tək. Və eyni zamanda məkanımız da var. Maşın hardadır? Parkdadır. Stol qələm hardadır? Stolun üzərindədir. Məkanımız var. İnkarda necə olacaq? Desək, əgər parkda maşın yoxdur, bir dənə not hissəcik veririk. There is not a car in the park. Və yaxud da ki, stolun üstündə qələm yoxdur. There isn't a pen on the table. Sual formasında da iz çıxır qarşıya. İzlər ara çıxır. Sualda versəm deyərəm. Is there a car in the park? Maşında, parkda maşın var. İz çıxdı qarşıya. Və yaxud da ki, stolun üstündə qələm var. Is there a pen on the table? Keçdi növbəti. Zero da yenə cəmliyi bildirir. Desəm, parkda maşınlar var. There are cars in the park. Çünki maşınlar artıq cəmdir. Desəm ki, burada stolun üstündə qələmlər var. There are pens on the table. Çünki qələmlər cəmliyi bildirir. İnkarda yenə özündən sonra not hissəcək. There aren't cars in the park. Parkda maşınlar yoxdur. There aren't pens on the table. Stolun üstündə qələmlər yoxdur. Sualda yenə are çıxır qabağa. Məsələn, parkda maşınlar var. Are there cars in the park? Stolun üstündə qələmlər var. Are there pens on the table? There is onu bildik ki, tək isimlərlə zero cəmsində özlərindən sonra inkardan not veririk. Suallarda is are çıxır qabağa. Getdik yenə bunların keçmişi. Təsəvvür edin ki, there is-in keçmişi there was olacaq. There are-ın keçmişi there. There was, there var idi. Məsəl üçün desəm, dünən parkda maşın var, yenə there was-dan tək isim, there-lə cəm isim işlənəcək. Deyəcəyim ki, parkda dünən maşın var. Deyirəm ki, there was a car in the park. Desəm, stolun üstündə qələm var idi. There was a pen on the table. İnkarı da artıq burada yazmamışam. Yəni, inkar da özündən sonra yox olsaydı not olacaqdı. Yox olsaydı yenə burada not olacaqdı. Desəm, parkda maşınlar var idi. There were cars in the park. Stolun üstündə qələmlər var idi. There were pens on the table. Cəmliyi bildirir. Yenə, bunlarda hamısında suallar inkara reyli. İnkarı özlərinə sonra not, sualda was və çıxacaq önə. There will be, there shall be yenə var olacaq mənasında. Görsün, shall be, will be gələcək zaman to be-nin formasıdır. Məsəl üçün, belə bir cümlə sual. There will be, yenə there will be. Burada fərq etməz. Shall be də ola bilər, will be də ola bilər. Yəni, tək cəmi eynidir bunlarda. Gələcək zamandan sonra tək də gələ bilər cəmdə. Bu fərqi. Məsəl üçün, burada belə bir sabahları dərs olacaq. There will be lesson in school tomorrow. Sabah məktəbdə dərs olacaq. There will be lesson in school tomorrow. Sabah məktəbdə dərs olmayacaq. There will not be lesson in school tomorrow. Sualda will çıxacaq qarşıya. Will there be lesson in school tomorrow? Will çıxdı qarşıya. Yəni, cəm formasında dərslər olacaq desəm belə, there will be lessons in school tomorrow. Yəni, qayda eynidir. Keçdik. Növbəti there has been. Bunlar birləşmədir. There has been var, there have been var. Var olub mənasında da artıq neysə, artıq işdən keçib. Necə deyirlər? Var olub. Məsəl üçün, there has been-dən sonra yenə tək isim, there have been-dən sonra cəm isim. Məsəl üçün, necə olacaq?
Diqqətlə qulaq asın. Məsəl üçün yol gedirik, deyirəm ki, qəza olub. Artıq qəza isti olub və deyirəm qəza oldu. Deyirəm ki, there has been an traffic, there has been an accident on this road. Deyirəm bu yolda qəza olub. Bir qəza olduğuna görə has been. Qəza olmayıb deyəndə deyirəm there bir dənə not inkar hissəciyini artım. There has not been an accident on this road. Sualda isə has çıxacaq qarşıya. Have, haslər çıxır. Has there been an accident on this road? Yenidən there have been-də cəm isimlərin. Əgər desəm ki, bu yolda qəzalar olur, belə deyəcəm. There have been many accidents. Accident artıq cəmlənən zaman burada have been verəcəm. Çünki cəmi bilir. On this road. Bəli. Bir daha uğurlar arzu edirəm. Hər hansısa bir sualınız olsa bildirə bilərsiniz.